Salamünaleyküm değerli izləyicilərimiz. İmişli rayonunda 2 otaq, 1 mətbəx, mənzilimiz satışa çıxıb. Qiymət 27 min manatdır. Dostlar, deməli 4 mərtəbəli binanın 2-ci mərtəbəsidir. Dostlar, qalan əşyalar var. Qalan əşyalar deyəcəm, deməli, qalan mətbəx mebelidir və yataq dəstidir. Bu əşyalardan başqa qalan əşyalar götürüləcək. Deməli, dayandığımız mətbəxdir. Mətbəx geniş, hardasa 14-15 kvadrat olar. Buradan deməli, keçdiririk koridora. Burası sanitar qovşaq. Sanitar qovşaq. Bura koridor sistemi. Koridordan deməli bir oturaq. Burada dostlar 4 mərtəbəli binanın 2-ci mərtəbəsi. Dostlar, yəni bu təkrar vurğulayıram. Qalan əşyalar yataq və mətbəx mebeli olacaq. Bu dostlar. Bu da yataq. Demək gördüyümüz yataq dəsti qalacaq. Dostlar, qiymət 27 min manatdır, maraqlıdır. Yeni qiymət təbii ki, maraqlıdır. 4 mərtəbənin 2-ci mərtəbəsində 27 min manat mənzil. Yəqin ki, bilərsiniz, bura yəni müqabil iləndir. Dostlar, deməli təzə, yəni yeni tikilən məhkəmənin yanındadır, yaxınlığındadır. Yəni Bəhrəmtəpə tərəfdən gələndə Rəsullu kəndini keçdik, rayonun girişində yolun sağ tərəfindədir. 4 mərtəbəli binanın 2-ci mərtəbəsi, qiymət 27 min manat. Əlaqə saxlanmaq üçün səhifədə nömrəmiz var, inşallah əlaqə saxlaya bilərsiniz.